Əhməd adında bir adam vardı və bir gün ona zəng gəlir. Zəng xəstəxanadan gəlir və deyilir ki, qohumunuz yol qəzası keçiribdir. Tez olun bura gəlin. Əhməd bunu eşidəndə inana bilmədi. Nə? Həqiqətən hansı qohumum? Hansı Rəcəb xalaoğlunuz qəza keçiribdir? O maşını idarə edərkən qabaqdan gələn bir maşın onu möhkəm vurub. Yolların nəm olması və su olması bu qəzanı qaçırılmaz edibdir. Tez olun bura gəlin. Vəziyyəti orta ağırdır. Əhməd deyir. O indi necədir? Hə? Verə bilərsiniz telefona. Heç olmasa bir səsini eşidim, nə olar? Və xəstəxanadakılar deyir. Yox, vəziyyəti ağırdır. İndi o reanimasiyadadır və çıxarılması 1-2 həftə çəkər. Bütün qohumlarını zəng etdik və bəziləri çox uzaqda olduğu üçün gələ bilmədilər. Bəziləri isə gec gələcəklər. Ən yaxın siz idiniz. Ona görə də sizə də zəng etdik ki, sizin də xəbəriniz olsun. Və Əhməd dedi. Çox sağ olun xəbər verdiyiniz üçün. İndi gəlirəm. Çox sağ olun. Siz də sağ olun. Tez olun gəlin. Əhməd telefonu bağladı. Bəs görürsən mən evimi kimə əmanət edəcəm? Qoynumu, inəyimi kimə əmanət edib gedəcəm? Heç olmasa gözüm dalda qalmaz ki, mənim evimdə oğru oğurlaya bilər inəyimi, qoynumu. Gərək yaxın qonşum Vasifə deyim. Evimi, qoynumu, hər şeyimi ona əmanət edim. Mən də 1-2 həftəyə gələrəm. Tək ki, xalaoğlum o reanimasiyadan çıxıb gəlsin. Ona heç nə olmasın. Nəysə, artıq burada dayanmaqla vaxt itirə bilmərəm. Gedim Vasifin yanına, qonşum Vasifə deyim ki, mən bir həftə şəhərə getməliyəm. Qohumum qəza keçirib. Evimə, qoynuma, inəyimə, hər şeyə əmanət verirəm sizə. Sən əmanətə baxa bilərsən, yoxsa gedim başqasına əmanət edim evimi. Sən baxmaq istəmirsənsə mənim evimə. Elə deyim. Və Vasifin əsl üzü isə Vasif heç kimi, heç nəyi fikirləşməz və əmanətə xəyanət edənin biri idi. O heç zaman heç bir əmanəti düzgün sahib çıxa bilmirdi. Amma qonşusu Əhməd elə bilirdi ki, Vasif hər əmanətə, hər şeyə sahib çıxacaq və onu qoruyacaq. Amma Vasif heç bir şeyə sahib çıxmazdı və hər əmanət ona veriləndə isə ya əmanətə xəyanət edər, ya da əmanəti sən mənə verməmisən, mən sənə vermişdim deyə yalan söyləyərdi və əmanət nədirsə onu satar ya da saxlayar özünün əşyası kimi işlədərdi. Və Vasif heç kimə də heç nəyə borclu deyiləm deyərdi. Və Əhməd Vasifin evinə gəlir, qapını tıqqıladır. Vasif qapını açır və deyir: Hə, nə olub qonşum? Əhməd, məni niyə görə çağırırdın, hə? Mənim əlimdə işim var. Sən məni niyə çağırırdın? Tez ol de. Amma Vasifin əlində heç bir işi yox idi. Evdə oturub ilan fikirləşirdi ki, görəsən mənim əlimə necə pul keçər, necə mən pul qazanım, evdə oturaraq kimsə mənə nəsə əmanət etsin, onu satım. Və bu yolda Əhmədi gördü ki, Əhmədin qoynunu, inəyini sataraq çoxlu pul qazana bilər və Vasif dedi ki, Əhmədə: Əhməd, yaxşı, qonşu, mən onlara gözüm kimi baxaram. Sən ürəyin rahat olsun. Bəs sən şəhərə niyə gedirsən? Əhməd dedi: Heç soruşma Vasif. Havanın yağışlı olması və yerin su olmasına görə mənim xala oğlum qəza keçirdib. Nə? Allah kömək olsun xalanın oğluna. Bəs sən nə zaman gələrsən? Həqiqətən bilmirəm Vasif. Mən bilmirəm nə vaxt gələrəm, amma gələndə sənə zəng edərəm. Sənə demək istəyirdim ki, əmanətlərə baxa bilərsən? Hə, qonşu, baxaram, çox yaxşı baxaram. Sən sağ-salamat get, sağ-salamat gəl. Və Əhməd getdi. Vasif də fikirləşirdi ki, bu qədər qoyun, inək, hər şey artıq mənimdir. Amma bu əsl qonşuluğa yaraşmazdı. Əsl qonşu odur ki, qonşunun əmanətinə gözü kimi baxsın. Və əsl qonşu odur ki, onları satmaq fikrində belə olmasın. Onları qorumağa çalışsın hər şeydən və hər zaman onları yaxşı baxmağa çalışsın. Ona görə ki, əmanəti necə vermirsən elə qaytarsan, qonşuluq daha da güclənər. Yoxsa əmanəti xərcləyib, hər şeyini, pulunu qutarandan sonra isə qonşu gəlib görəndə ki, mənim əmanətlərim hanı?
Yerinde bir ev görecek ve diyecek ki toyuğum ineğim hanı ve o da diyecek ki bilmirəm. Ondan sonra da davadalaş başlayacak. Amma bu hekayədə görək nə olacaq. Vasif dedi, hələ çox vaxtım var, onsuz da Əhməd çox gec gələcək. Mən hələlik onun evinə gedim və qoyununu, inəyini, toyuğunu düzəltini sayayım, sonra isə onları kimə sata biləcəyimi fikirləşim. Bəlkə də mən də getdim şəhərə satmağa bunları. Amma buralardan versəm, Əhməd görəcək ki, mən qoyununu, inəyini, toyuğunu bunlara vermişəm, buralardakı bir adama satmışam. Onda mən çox çətinlikdə qalacam. Heç olmasa başqa yerdə satsam, deyərəm ki, oğru oğurlayıb. Əhməd, mənim heç nədən xəbərim yoxdur. Bir axşam mən yatmışdım, səs-küy eşitdim. Sənin evindən səs-küy gəldi. Elə bildim gəlmisən. İstədim zəng edəm, amma zəng etməyi düşünmədim. Çünki sən bəlkə də nəyəsə görə almağa qayıtmısan. Boş verdim. Çox üzr istəyirəm. Deyərəm və hər şey mənə qalar. Onsuz da mənə qalacaq. Bu pulların hamısını xərcləyəcəm və orada pul qalmayacaq. Sonra da Əhməd evə geri axtaran gəlsə də belə heç nə tapa bilməyəcək. Mən ya pulları gizlədərəm ya da satarım. Amma evi qalacaq sonuçta. Mən evi sata bilmərəm. Çünki evin kağızları məndə yoxdur. Hələ ki yoxdur. Amma dəyişə bilər. Bu zaman çox uzun zamandır. Bir həftə ya da bir ay. Mənə fərq etmir. Nə zaman gələcək? Mən biraz tez olsam evi belə sata bilərəm. Əhməd də qalar çöllərdə və yenə o bibi oğlunun yanına gedib orada qalar. Onsuz da mən pul lazımdır. Mənə onun harda qalacağı və nə qaracağı önəmi yoxdur. İndi isə bir plan fikirləşim. Evə gedim və inəyini, qoyununu, toyuğunu necə satım və necə edim? Evdəki kağızı necə tapa bilərəm? Onu da fikirləşsəm daha da yaxşı olacaq. Çünki evdəki kağızı tapıb bir məhkəməyə aparıb versəm, desəm ki, bunları mənim adıma keçirdin və mən rahat sataram. Onun adında qalsa çətinlik çıxa bilər. Ona görə də ən asandır belə olar. Mən indi gərək yaxşı bir plan fikirləşim. Planımda bir qüsur olmasın. O qüsurdan mənim başım dərdə girə bilər. Amma Vasif bilmirdi ki, əmanətə xəyanət etmək ən böyük günahdan biridir. Çünki əmanətə xəyanət etmək o insanın fikirləşməmək, o insanın heç önəminin olmaması deməkdir. Əlbəttə ki, bunun Vasif üçün heç bir önəmi yoxdur. Çünki Vasif qonşusunun heç birinə önəm verməzdir. Hər qonşuya eyni gözlə baxar, hər bir əmanətə eyni gözlə baxar. Ya əmanəti xərcləməlidir, ya da bir şey alıb qoymalıdır ki, özünkidir. O, əmanətin sahibinin deyildir. Onu nə etməli olduğunu isə düşünə-düşünə qalmışdır və axırda bir fikir tapır deyir. Mən bu əmanəti elə bir şəkildə etməliyəm ki, Əhməd gələndə desin ki, nə olub? Mən buna elə bir görünüm verməliyəm ki, güya Əhməd sənin evinə oğru girib, hər şeyi oğurlayıb, mənim heç bir xəbərim yoxdur. Bunu edə bilərəmsə, onda hər şey mənə qalar, özüm də rahat olaram. Heç Əhmədi fikirləşən lazımdır ki, onsuz da onun xalaoğlusu var, o ona yaxşı baxacaq. Mənim isə heç kimim yoxdur. Onlar daha yaxşı olar. Xalaoğlusunun evində qalar, mən də rahatca yaşayaram. Amma sonra görək nə edə bilərəm. Bu pullar qutarandan sonra gərək mənə təzə bir günahkar adam lazımdır ki, ona üzərinə günah yıxam və deyəm ki, mənim heç bir günahım yoxdur. Nəysə, bunu edim, sonra görüm. O boyda ev satıram. Əməli başlı pulum olar. O boyda heyvanlarını satıram. Bunu fikirləşəndə isə çox rahatçılıq olacaq. Mən çox gözəl bir qüsursuz plan tapmalıyam. O plan isə ən super plan olmalıdır. Və Vasif çox gözəl bir plan fikirləşdi və tapdı. Mən gərək bir axşam ora bir maşın göndərəm və sonra inəyini, qoyununu onunla aparam, böyük bir kamaz. Vasifin bu planı işə yarayacaqmı? Abunə olun, əlimə qatılın. Hər kəsə təşəkkürlər. Abunə olmayan və abunə olan hər kəsə təşəkkürlər.